Bu ki son 45 ildə bugünkü vəziyyət Azərbaycan üçün bir özəl statusu vardı. Ona danmaq olmaz. Yəni bugünə kimi əgər məsələn indi uzun 10 illiklərlə də səhv eləməsəm bir 30 neçə il çərçivəsində Ay Xameneyi ki, etnik özünü Azərbaycanlı və Türk kökəni vardı, Türk mənsubiyyəti vardı. Bu məmləkətin ali dini rəhbəri olubdu. İndi məmləkətin prezidenti də əlbəttə qabaqçı var. Bu bizə təzə deyil. Bu keçmişdə də hətta şah dövründə də, yəni bu 100 ildə ki Qacar sülaləsi hakimiyyətdən gedibdi. Hər tarixdə birinci şəxsi də özü Türk olmasa, məsələn həyat yoldaşı Türkmüş, həm Rza Şahın, həm Məhəmməd Rza Şahın və həm də bu dövrdə də məsələn baş nazir müharibə dövründə Mir Hüseyn Musəvi və ondan qabaq hətta Bazarqan və bir çoxlarının bu və ya digər dərəcədə Türk mənsubiyyəti olmağı bizim üçün yenidir. Ancaq bu barədə bir dənə təhlükə vardı. Ona mən istəyəm həm adını çəkəm və həm də onu rədd edəyəm. O da budur ki, biz baxaq görək ki, Çin hakimiyyətdə olanlar elə bizim özümüzdəndir deyə hətta da nə istəyir ki, elə bu iddia istədiyim yox. Azərbaycanlılar keçən 100 ildə ki, Türklər İranda hakimiyyətdən gedəndən sonra ayrı seçkiliyə məruz qalıblar. Bunlar həmişə elə öz qarşılarında, öz cinslərində olan adamları görməyə də adət eləyiblər. Yəni bunlar baxıblar, görüblər ki, elə bunun təqizadəsi də, kəsrəvisi də, əfşarları da və s. və s. də saymaqla qutarandır. Hətta Mirzə Fətəli Axundov. Bunların elə öz ətindən, qanından, öz dil qrupundan, öz etnik qrupundandır. Ona görə bu barədə mən fikirəm ki, Azərbaycan və İran türklüyü vaksinədir. Yəni o barədə o xəstəliyə düçar ola bilməz, çünki bunu görübdür. Və bunu da başa düşüb ki, eləyə bilər, o mənim qarşımda olan adam elə mənim öz etnik qrupumdan olan, mənim dilimdə mənlə danışa. Ancaq mən öz haqqımı istəməkdən çəkinməyəcəyəm. Mənim istədiyim budur ki, misal üçün Təbrizdə məsələn, standart dəyişsin məsələn, ya məsələn hansısa məmuri götürsünlər, məsələn Fars məmur vardı, götürsünlər, aparsınlar, onun yerinə gətirsinlər, bir dənə Türk məmur qoysunlar, o da mənim başımı əzsin. Biz məmurların, dövlət məsullarının əlbəttə ki, əgər biz baxaq görək ki, İranda məsələn yüzdə bu qədər etnik Türk xalqı yaşayır, Türk milləti yaşayır. Ancaq hakimiyyətdə bu təmsil olunmur o dərəcədə. Hakimiyyətdə məsələn toplumda deyək ki, məsələn bütün İran toplumunda %40 Türklərdir, ancaq hakimiyyətdə %5'dir. O bir ayrı məsələdir, onu səsləndirə bilirik. O özü də ayrı seçkiliyin, təbizin bir formudur, onu da səsləndirmək lazımdır. Ancaq bizim konkret heç vaxt istəyimiz bu olmayıb ki, məsələn, hansısa dövlət məmuru ki, zülm eləyək, Farsdır, bunu yapanın yerinə Türk qoyulur. Türk də qoysa, elə Türk də həmin işi görə bilər. Kəman ki, görməklərində bir şahid edib, ikisinin adını mən çəkdim, yüzlərlə saymaq olar. Ona görə həm ali dini rəhbərin və həm də prezidentin Türk olmağı barədə bu ki, Azərbaycanlılar öz milli həqlərini unudarlar, ya da mütalibəgəri deyilən şey eləməyələr, mən o təhlükəni görməyəm. Ancaq mənim nəzərimə bu özü, yəni ona görə yox ki, məsələn, Xameneyin üstə gəlməyi onun Türk olmağı ilə bağlı deyildi. Hətta adını çəkdiyim Mir Hüseyn Musəvi, ya Mehdi Bazarqan, bunların iş üstə gəlməkləri Türk faktoru ilə, onların Türk olduğu ilə bağlı deyildi. Ancaq Pezeşkiyanın iş üstə gəlməyində bunun Türk olmağının, öz Türk olmağını vurğulaması, öz Türk kimliyini danmaması və İranda Türklərin təbizə və qeyri-fars millət, digər qeyri-fars millətlərin təbizə məruz qalmasını bu dilləndiribdir gəlib hakimiyyətə. Bu elə səs vermələrdə bunu göstərdi. Hamısına, hər cür baxsız, Pezeşkiyanın vəziyyəti qalanların hamısı ilə müəyyən, əzən şah dövründə. Şah dövründə bir çox dövlət başçıları, ordunun fərmandehlərinin, ərtəşin bir çoxu Türk idi. Vəli olan Türk faktorunun əsasında bunlar üstə gəlməmişlər. Öz qabiliyyətləri, öz bacarıqları, təhsilatı əsasında bunlar hakimiyyətdə idilər şəxsi. Ancaq burada
Ali Pezeşkiyanın üstə gəlməyi, seçilməyində Türklərin bütün İran boyunca böyük rol olubdur və təbən bundan istifadə eləməlidirlər ki, birinci sualın cavabında dediyim kimi, yəni ən yüksək pərdədən öz istəklərini səsləndirsinlər. İstəyənin bir yüzü qara, verməyənin iki yüzü qara. Bayaq bunu tozif verdim birinci sualın cavabındakı. Yəni hətta əgər bizim istəyimiz, duamız müstəcab olmasa, yenə də bizim öz millətimiz və digər məsələni görən, müşahidə edən, nəzarət altında saxlayan, monitorinq edən digər İranlı və qeyri-İranlı müşahidəçilərin də görəcəklər ki, biz çox mədəni surətdə getdik, oturduq, orada sözümüzü dedik, ancaq sözümüzə qulaq asan olmadı. Bir cümlədə deyim mən, bu məsələ Qarabağ məsələsində çox dünya səviyyəsində mətrah oldu Azərbaycan tərəfindən müvəffəqiyyətlə. Azərbaycan tərəfi bunu deydi Qarabağ ermənilərə. Deydi, aya siz əlinizə silah almadan bir sətir məktub, bir dənə hansısa tomar, hansısa bir istək, hansısa bir şikayət yazdınız, siz birinci növbədə ilə Azərbaycan vətəndaşıydınız, o vaxtki Azərbaycan Sovet Sosialist Respublikasının və sonradan siz silah əl atdınız. Yəni ki, siz elə sıfır nöqtəsindən əl uzatdınız. Bu mənada Azərbaycanlıların barışçıl surətində, məntiqi surətdə söhbətlərini, istəklərini araya qoymaq tarixi bir hadisədir və bugünkü yaranmış məsələ də dediyim kimi bir cəhətdən, yəni Türklərin hakimiyyətdə olmağı keçən yüzildə normal məncə hadisədir, həmişə olubdur. Ancaq ki, bu bir nəfər Türk kimliyi əsasında ölkənin birinci, ikinci postundan birini sahiblənməsi bu ilk bir dənəm təcrübədir. Son dərəcə gəlir Azərbaycan bundan istifadəsini eləyər.